Görürsünüz ayağı mümkün oldu sizə hədiyyə atdılar. Özünə də düşsün də adam, mütürüf. Ləman xanım, mən qorxa yığmışam sizə, amma sizdən məsləhət almaq istəyirəm. Bilirsiniz də, Azərbaycanda yaş yemini keçəndə qızlar deyirlər ki, bəs niyə heç kim yoxdur, niyə heç kimdən evlənmirsən? Mənim də yaşım 23-dür. Sən nə yaşın var? Az mənə anam 25 yaşında ölü verdi. Yəni, getmək istəmirdim ki. Mən bəzi qızlar kimi götürüm qapıya led bağlayım, qonşulardan stol gətirim qoyum ora, statuslar paylaşım, özümü cırım dağıdım ki, mən ərə gedirəm. Mən də qəti. Mən elə yox, istəyirəm ki, xoşbəxt yuvam olsun, Yaman xanım, onu istəyirəm. Mənim elə ocaq... Yuvan olsun, bu yuvada quş var, yoxsa yox? Yuvanı qurmaq üçün quş lazımdır o yuvaya. Var yuvanın quşu? Yox. Bə necə qurursan? Bir yuvanı qurmaq üçün bir quş olsun da, bence qur bən. Düz deyəni subayam, bilmirəm necə ev. Sən nə yaşın var? Mənim 32 yaşım var, mən üçün elə qaynayıram, həyat indi başlayır, hələ birini doğub oturmuşam. Qız uşağısan, nə olub az sənə? Elə bir 6-sın doğub 7-ci namizəddir ki, sənin başına. Həyatın dadını çıxart. Nə var az indidən ərə gedib otursan ərin evində? Beyquş. Yaxşı bir şey deyil Ləman xanım. Çünki kim evlənir? Yaxşı bir şeydir. Prosta indi hamıda qarpız qırmızı çıxmır da. Biraz gəncliyi, cavanlığı gəz, əylən, enerjini yığ, topla. Çox deyilsiz də 23 yaş. Mən qocayam, mənim 32 yaşım. Mən bir də qərə versin gedib qız uşağım. Yox, siz maşallah çox cavan görürsünüz. Nə olub ki mən, ay xanım? Nə olub ki? Oldu Ləman xanım, çox sağ olun. Öpürəm sizi çoxlu. Nə olub, həyat elə 30-dan sonra başlayır da. Var yoxsa nə? Dəli də az bu. Alo, buyurun. Alo. Axşamınız xeyir Ləman xanım, necəsiniz? Axşamınız xeyir, buyurun. Bir dənə. Nə oldu, yıxıldın? Yox, yıxılmadı. Deməli, mənim 8 il münasibətim. Ay bala, 8 ildir camaat ər-arvad qala bilir. Mən 6 ay bir evin içində o ərlə söz tapmadım danışmağa. Bala, sən 8 ildən ayrılsan. 17 yaşımdan tanış olmuşam. Nəysə, ilk 5 il bu ailəsinə deyib falan, ailəsi qəbul etmir ki, yox, Bakıdan qız almayacaq falan filan. Nəysə, əvvəl buna razı olub. Bizə elçi falan gəldilər, hər şey zor, hər şey bomba. Məsələn, indi əskərdir də, şimdi son olaraq danışım, indi əskərdir. Bazar günü olması yanına getmişdi bunu görməyə də. Xanım, 8 ildir münasibətiniz varsa, o əskərdir, neçə yaşı var? İndi 24 yaşı var. Neçə yaşından da danışırsınız, ölüyorum. 17 yaşımız. 17-dən, aha. Hə. Nəysə. Elə bir bələydə olan gündən Sivyaza girmişsə, xanım, hə? Yox, hə. Nəysə, bunu maskeli bazar günü yanına, bunları görüblər falan filan. Mən də bazar günü yaxşı gəlin olmaq adına yazdım ki, salam necəsi falan. Yaxşı gəlin olmaq üçün, aha. Hə, nəysə, mən də yəni qaynanad da adı üstünə nə qədər yaxşı ola bilər, yəni belə arada salam sağol edirəm ki, çox səmimiyyətim yoxdur da. Nəysə, yazdım ki, bəs necəsi nə var, nə yoxdur, yaxşım sağ ol, mənə demədi getdiyini. Sonra birinci gün mənə sən yerdə də əskərdən ki, bəs müalicə yanıma gəlmişdi falan da mən heç nə demədim də, ki, şey olmasın da, pis çıxmasın. Səncə indi mənə nəyə görə deməyib? Yəni, paxıllığından mı deməyib, yoxsa mənə niyə deməsin, bizim tək ortağına birəmiz, yəni odur da. Nəyi deməyib, ay xanım? Əskər yanına getdiyində, yəni. Kim deməyib? Qaynanam da yanına gedib. Qaynanam nişanlındır. Yox, əskərdə də nişanlım başa dönür. Nişanlındır o sənin? Hədə həm elçili olub, nişanlı olacaq hələ elçili olub. Üzü taxmamışsan hələ. Üzüyü taxmışam, hər üzüyü taxmışam da. Yəni, indi hara gedib sənə deməyib ki? Əskərin yanına gedib, görməyə də əskər yanına gedib bazar günü ailəsini, anası, atası, qardaşı gedib əskərin yanına. Gəliblər, yəni mənə xəbər etməyiblər də. Mən deyim, maraqlıdır ki, niyə xəbər etməsinlər ki, bizim tək ortaq nöqtəmiz odur da. Halbuki biz yazışdığımız Eləməyib də. Həbsi qəbul etməyim də o zaman. Eləməyib də, nə var ki orada, istəməyib də sən bilməyi. Yox da, niyə istəməsin? Əziyyət verməyib də, sənə əziyyət verməyib. Neyse, tamam o zaman, yaxşı, sağ ol. Yaxşı. Səni istəmir də, qırıl da, başa düşmür də. Nə desin bundan artıq sənə? Atvali da. Alo.
Harada gic var, məni tapıyor. Alo. Alo. Bəli. Salam Ləman xanım. Salam, Günelka, çox sağ ol. Sağ ol, sən necəsən? Yaxşıyam, sağ olun. Mən bir dənə oğlan istəyirəm. Prosto oğlan cinsəllik fikirləşir, ancaq özü də boğa bürüzü. Poxa keçmişəm, qardaş. Poxa keçmişəm, özdə nəyi var, ay brat, nəyi var? Uşaq əlində qalmışam. Paçan-puçan əlində qalmışam. Mənim bu yaşımdır. Mənim bu yaşımdır. Bir dəqiqə gözləyin, alo. Başım gedir, uje. Danış da, ay xanım. Salam. Neçə də yığıram ilmadda. Az danışdım da, ay Allah. Yaxşı. Əsəbləşməsən canı söz deyirəm. Hə, şeydir, mən yoldaşım 8 ay çıxıb gedib. İş adına gedib, hələ də cavab yoxdur da. 2 ay danışdıq, sonra içərisində çıxmıyorum. Bəlkə itkin düşüb, bədbəxt, bəlkə yuxası bir araşdır da. Araşdırıram. Nədir yoldaşın adı, de görüm. Elvin. Elvin, neçə yaşı var? 30. 30. Meyiz zor, çox sağ ol. Neçə vaxtı gedib? 8 aydır. Boyu çəkisi? Boyu olar 1.72'dir boyu. Əksədəki 76 idi. Bilmirəm, dedi kökəli var burada. Deyirəm, bəlkə tapıldı burada ərin, narahatsan, ona görə deyirəm, burada Tivroqa 4000 nəfər var, bəlkə 4000 nəfərin içindədir, bilsin də onu axtarırlar. Bəlkə yazıq nigarandır. O da səni axtarır. Ölkədə deyil mi? Hə? Bizim ölkədə deyil o. Hardadır? Türkiyədə. Bığları var. Ay qız, nə bilirsən Türkiyədədir? Saqqallı. Haydi. Axıncı geçiyor. Allah. Yaraşıqlı bəlkə də bilim qızlar. Saçdırır. Aha. Hadi deyən da. Dır. Ola bilər. Uşağın var ay qız sənin. Var bir dənə qızım var. Aha. Allah xoşbəxt eləsin. Bana həmcan. Nə edirlər? Heç nə. Ər vaxtlar. Bəlkə ölüb eləyib yazıq, bəlkə bastırıblar, bəlkə xırda doğrayıblar, yıxıblar onu paçokun içine, paçoku simetləyiblər, atıblar şeyə. Qızman gerək qorxusma məni. Qorxdun sən Allah. Yox, qorxmadım. Yoxma gerək posta. Nə gördün? O da görmüşəm ki, o kadar düşünürəm ki, onun başını iş kənarda. Yox da görə böyle. Sən Allah, heç oxşamadın. Hadi bir dəqiqə də. Yox da görmüşəm. Gözlə bir dəqiqə, sən matava nəhlə kiçiyim balası. Dədə bunu blok atıram səni bir dəqiqə. Mazigim elədi, küçük. Bir dəqiqə deyən ay qız, bir dəqiqə deyən. Tamam. Heç nə qədər vaxtlar. Yaxşı. Nədir? Nə olub? Nə olub? Nə olub bə? Köpək oğlanı. Bıktım ya. Bu yakçı uşaq da mezeleniyor benimle ya. Danışacağım səndən də, darıxma. Darıxma. Zəng gələ, hərə gələ. Gələ. Alo. Qəli. Hə, nə oldu hə? O da yazdı. Yıldırım adında özüve bir tane de gülüş smile'ı attı. Ben de dedim ki bir tane hadi son yığışacağım özüme. O da dedi ki yo dedim gözləyirəm da belə, o da dedi ki gözlə o zaman. Şimdi bu ne deməkdir? Külüb də, kül başı, ondan büyük atıb sənə. Xoş sözlər ver, sonra bax bunu yaz.
Sonra bunu yaz, Diyan deyirəm. Diyan bir dənə də söz deyəcəm, Diyan. Diyan ağlıma gəlir, Diyan gözdə xətt olsa baş bekar adamsın, Diyan. 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 Sən deməli yazırsan ki, səni sevməyimə çox xoşbəxtəm mən. Diyan, bir dənə gözlə başladım. Gözləyirəm. Yaxşı. De. Səni sevməyimə çox xoşbəxtəm mən. Bilmirəm bu nəyin səbəbi idi. Bilmirəm bu nə? Səbəbi idi. Atacaq mən bunu. Mən dua vermirəm, ya. Yox, Allah haqqı onu yaz. Bizdə Allah haqqı yaz. Sən elə onu yaz. Yox, o yox. Nədir? Mollayam mən. Yox, dayan. Yox, gözdə damla qulaq as da. Bir yandan əzab çəkirəm mən. Düşünürəm bu səbəb yarımçıq idi. Yəni, ayaqlarımı qarışdırdım. Nə yapayım? Səni sevməyimə. Oğlan deyilsən, götür yaz ki, elə darıxıram sənsiz bu gecə. Görəsən açılacaq bu gecə. Deyər baxıram. Götür ona yaz ki, elə darıxıram sənsiz bu gecə. Gecə gələn kimi havalanıram mən. Allah o günü göstərsin mənə, bizim evimizdə gəlin olasan sən. Sən el odur. Allah düz deyirsən. Anam bacım olasan artıq. Ama birinci dediğimi yaz. Neyse hoşum çok sağ ol. Pisi onu koşul gel. Yaz gel. Öldü. Beyzor çok sağ ol.